Ola bilər ki, elə bir cəmiyyətdə yaşayasan, milyonların olsun, amma küçəyə çıxmağa qorxasan. Niyə? Təhlükəsizlik məsələlərinin böyük sual altındadır. Varlı adamı oğurlayırlar, qaçırırlar, böyük pullar tələb edirlər. Bəli, mən Brüsseldə idim, Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaş Komitəsinin üzvü olaraq bu pandemiyadan qabaq Brüsseldə idik. Və biz bütün bu tədbir iclasları bitəndən sonra axşam saat dedik şəhərdə çıxaq, bir Brüsseli də tanıyaq və axşam yeməyini də orada yeyək. Bizə çıxanda rəhbərlik o bizim qəbul edən Avropa İttifaqı rəhbəri dedi ki, onların sözüdür, heç yadımdan çıxmaz. Dedi ki, xahiş edirik, saat 10-a qədər otelə qayıdın. Dedik, niyə? Niyə biz konkret 10-a qədər? Dedi, saat 10-dan sonra sizin Brüsseldə, Avropa İttifaqının mənzili qərargahı olan şəhərdə, NATO'nun mənzili qərargahı olan şəhərdə təhlükəsizliyinizə 100% təminat vermirik. Çünki hər şey ola bilər. Onda biz dedik ki, ilahi, hər şey müqayisədədir. Gör indi Azərbaycanın qədrini, bu bilməyənləri özümüzü söyləyirik ki, Brüsseldən o yana yoxdur ki, dediyim kimi mərkəz bir şəhərdir. O şəhərdə ondan sonra deyirlər otelə qayıdı. Amma Azərbaycan paytaxtında səhərə qədər gəz, səhərə qədər tam təhlükəsiz bir şəhər və bu günlərdə İtaliyadan, dostlarımızdan gəlmişdi və onlar söyləyirlər ki, biz ən çox valih eləyən Bakı şəhərinin təmizliyidir. Deyirlər ki, İtaliyada, Romada, Milanda və s. zibil qabları yoxdur və zibili küçəyə atırlar. Onların dediyi sözlərdir. İkincisi, söylədi ki, bütün şəhərimizin həm də eybəcər göstərən odur ki, gənclərdir, kraskalıyla bütün divarı, bütün binaları sizdə səliqə sahmanı gördük, təmiz küçələr gördük və dedi, sizin bulvarınızda çox gözəl və biz saat hardasa 2-yə qədər gəzdik, həddindən çox insanlar və son dərəcə təhlükəsiz şəhərdir. Ola bilsin, mənim öz sözlərdir, deyir, mənim yaxşı pulum ola bilər, amma mən Romanın küçəsi ilə gedəndə həmin pulu mənim əlimdən atıb qaça bilərlər. Və yeri gəlmişkən, bu yaxınlarda olan hadisədir, biz Romada olanda, deməli, bizi müşahidə edən, bizim idmançılardan 2 nəfərinin metroda hərəsinin cibindən 500 evro pul çəkmişlər metroda. Eyni zamanda mən danışıram, İtaliya bizə dost ölkədir, bizə yaxın ölkədir, amma Avropa İttifaqı ölkəsidir, NATO ölkəsidir. Mən reallığı dedim, öz İtaliyanın öz dilindən və öz gördüklərimizdən. Bir nəfər də bizim dostlarımızdan restoranda yemək yeyərkən planşeti olan sumkanı qoyub böyründəki stol, çünki stola o boş idi də, qoyub orada. Bir də başını qaldırıb baxanda görüb ki, sumkada planşet də yoxdur. Və bütün bu reallıqlar fonunda mən deyirəm ki, Azərbaycanda doğrudan da sabit ölkə, təhlükəsiz ölkədir və bunu biz demirik. Bunu bizim dost ölkələrdən gələn insanlar öz dili ilə etiraf edirlər. Və deyirlər ki, doğrudan Bakı şəhəri şərqin o zümrüdüdür, jemtujna deyirlər. Belə bir ifadələr işlədirlər. Və doğrudan da bunları bilmək lazımdır və müqayisələr eləyəndə Azərbaycan dövlətinin qədrini daha çox bilirsən. Təhlükəsizlik baxımından və digər parametrlər üzrə.